Azərbaycan polisinə səslənən, DTX-yə, fövqəladiyə, güc strukturları sayılan, daxili qoşunlara səslənən. Bu inqilab olsa hara qaçacaqsınız xalqın əlindən, hə? Heç fikirləşmişsiniz bunu? Xalq sizi neyəcək? Bir çevriliş olsa, bu hakimiyyət getsə, xalq sizi bilirsiniz neyəcək? Onda hara qaçacaqsınız, nə deyəcəksiniz? Özünüzü necə mühafizə edəcəksiniz? Necə ki, bu qazilərə, veteranlara, şəhid ailələrinə zülüm verirsiniz, bax, onda da xalq sizə zülüm verəcək. Xalq sizi taftalayacaq. Çünki insanların haqlarını vəzifənizdən sui-istifadə edib, əzirsiniz, taftalayırsınız, işgəncələr verirsiniz, eləmədiyiniz şeylər qalmayıb insanlara. Bir bunu da düşünün ki, inqilab olsa neyniyəcəyik, hara qaçacağıq? Onda kimin gəlib qucağında oturacaqsınız?